Artıq şəkildən əziyyət çəkən insanlar bildirirlər ki, mən çox yemirəm, havadan, sudan kökəlirəm. Bir çox metabolik pozğunluqlar var. Məsələn, biz diabetli olan xəstədə diabet insulin rezistentliyidir. Bədəndəki olan tip 2-dən gedir də bədəndəki olan hüceyrələrin insulin hormonuna qarşı həssaslığının azalması deməkdir. Bu xəstələrin bir çoxunda tək diabetdən əlavə zob hormonu yetməzliyi var. Bunların hər 10 diabetli xəstənin içində, obez xəstənin içində, artıq çəki xəstənin içində Cushinglər gizlənib. Bunların altında yatan bir çox xəstəlik var və bundan əlavə gizli şəkərlər gizlənib. Yalnız mən diabet, məsəl üçün, keçən həftə bir xəstəmiz var idi. İllərlə arıqlamağa çalışıb, amma arıqlaya bilməyib. Amma hipofizində kortizol ifraz edən, yəni ilətdirən aktar sekresiya, adenom var idi. O xaric oldu və avtomatik olaraq özü arıqladı. Yəni, bütün bu məsələlər sadəcə bir problem axtarmaqla deyil, fərqli problem ola bilər. Yəni, adi qan azlığı olduğunda belə insanlar çəkilərini azalda bilmirlər. Yəni, burada zob dediyimiz qalxanvari və hormon yetməzliyi olduğu zaman insanlar arıqlaya bilmirlər. Bunlar hamısı bir-biri ilə tamamilə əlaqəlidir.